Subhanallah. Azərbaycanın əski qədim inanclarına baxınca, yəni İslamiyyətdən qabaq və hətta ilahi dinlərdən qabaq, biz görürük ki, 4-cü buz dönəmindən sonra, Holosindən sonra aya inancı var idi və dəmir çağı dövründə biz günəşi görürük ki, çox geniş və yayılıbdır və günəşə tapınır və onun simgəsi ota, yəni bu tamamən bu zərtuştigəri ilə əslən fərqli bir bəhsidir ki, biz Clubhouse-da bunu danışmışıq. Günəşin simgələri və simvollarından qədim zamanlardan qurd idi və sonra qızıl rəngi olubdu. Ona görə biz tarix boyu Babək zamanından ta Səfəviyyəcan qızılbaşları görürük. Və buna al da deyilibdi, yəni uca mərtəbəli və qırmızı rənglə də təbiidir ki, bunlar düyünləniblər bir-birinə. Və biz Ali bütün bu adlarda görə bilirik. Məsələn, Ali kişi ki, bu məktub olanda, çünki bilirsiniz, Azərbaycanlılar uzun zamanlar bütün türklər kimi at üstündə olublar, çapıblar, fütuhata əl vurublar və bu bahis olubdur ki, yazmaqdan, pozmaqdan biraz uzaq gəlsinlər. Vaxtı bunların fərz edin ki, qopuzları var idi, aşıqları var idi. Bunu savaşda da olsun, əkində də olsun, hər yerdə həm üzünün haləti ilə, həm səsinin tonu ilə, həm qiyafəsi ilə, əlinin hərəkəti ilə, ləhni ilə çox gözəltər deyə bilərdi. Çox bizim mərdumumuz getməyiblər yazıb və pozmaq dalısıcan. Yəni ondan maraqlı, cəzzab bir zatlar da var idi. Etkisi daha yuxarı idi. Və biz bu Ali, məsələn, Ali kişi ki, Koroğlunun atasıdır. Biz görürük məktub olanda Əli kişi yazılıbdır. Ya Al arvadı ki varımızdır, yəni yuxarı mərtəbə ilahə, Rəbbunno ki, sonra bu dedik pis təbiətə çevrilibdir. Və siz Albanda bunu görürsünüz. Bütün adlar ki, Azərbaycanda yer adlarında vardı. Buna al görürsünüz, yəni uca mərtəbə, alqış, yəni uca səs. Ki, qışqırıq da oradan gəlib, qarqış da oradan gəlib, qışgürdür der vağı. Ya siz görürsünüz alov, ov yəni ot. Bunu ağayı Seyidov deyir kitabında. Alov yəni uca ot ki, bu ləhib olubdur əslində. Hər halda bunların orada çox uzun söhbətimiz olubdur. Hududu 2 saat 49-cu bizim bəhsimizdə Clubhouse-da Tarix Bil kanalına ya o biri kanallarımıza üzv olub və orada başda səncaqlamışıq, buna qulaq asa bilərsiniz. Əsən qalın.